Salam, 11 illik riyaziyyat test toplusu, həqiqətlər bölməsi, sonuncu bölmə, ədədin tam və kəsr hissəsi, ədədin standart şəkli, birinci sual. A bərabərdir 3,7 vurulsun 10 üstü 9, B bərabərdir 7,4 vurulsun 10 üstü 8. Ədədləri arasındakı münasibətlərdən hansı doğrudur? Baxıram, birinci ifadənin tərtibi 9-dur, ikinci ifadənin tərtibi 8-dir. Mən bu ifadələrin tərtiblərini bərabərləşdirməliyəm. Bunun üçün A ifadəsini 3,7 vurulsun 10 vurulsun 10 üstü 8 kimi yazıram. Bax, bu 9-u 1 və 8 deyə parçaladım. 3,7-ni 10'a vuranda A bərabərdir 37 vurulsun 10 üstü 8, B bərabərdir 7,4 vurulsun 10 üstü 8. Qüvvətlər, tərtiblər bərabərləşdi. Deməli, baxıram A ifadəsində qiymətli hissə 37, B ifadəsində qiymətli hissə 7,4. Buradan alırıq ki, A ifadəsi böyükdür, B ifadəsinin 37 böyük olacaqdır 7,4-dən. Düzgün cavabımız B variantı. İkinci sual. A bərabərdir 4,9 vurulsun 10 üstü 8. B bərabərdir 9,8 vurulsun 10 üstü 7. Yenə tərtiblərə baxıram. Birində 8-dir, birində 7. Deməli, mən A ifadəsini 4,9 vurulsun 10 vurulsun 10 üstü 7 kimi yazıram. Buradan da A ifadəsi bərabərdir 49 vurulsun 10 üstü 7. B ifadəsində yazaq 9,8 vurulsun 10 üstü 7. Artıq tərtiblər bərabərləşdi. Qiymətli hissələrdə müqayisə etsək 49 9,8-dən böyük olacaqdır. A böyükdür B-dən. Düzgün cavabımız D variantı. Üçüncü sual. Ədədini standart şəklə gətirin. Ədədi standart şəklə gətirmək üçün birinci rəqəmdən sonra vergül yazırıq. 3,77 vurulsun. Saysaq 3, 6, 9, 10 vahid getdiyimizə görə vurulsun 10 üstü 10. 3,77 vurulsun 10 üstü 10. Düzgün cavabımız A variantı. Dördüncü sual. Standart şəklə gətirin deyir. Birinci rəqəmdən sonra vergül yazırıq. 9,19 vurulsun 10 üstü 3, 6, 8. 10 üstü 8. Düzgün cevabımız Y variantı. Beşinci sual. Kök 28 çıxılsın 8 ədədinin kəsr hissəsini tapın. Kök 28 baxıram. Hansı iki ədəd arasında yerləşir? 5 və 6 arasında yerləşir. Onun kəsr hissəsini tapmaq üçün kök əgər birinci gəlirsə, belə yazırıq. Kök 28 çıxılsın 5. Bu, verilmiş ədədin kəsr hissəsidir. Kəsr hissəsi həmişə müsbət qiymətin müsbət olmalıdır. Kəsr hissə mənfi qiymət ala bilməz. Düzgün cavabımız D variantı. Altıncı sual. 9 çıxılsın kök 29. Baxırıq, kök ikinci gəlibdir. Kök 29 hansı iki ədəd arasında yerləşir? 5 və 6-nın arasında yerləşir. Kök ikinci gəldiyinə görə böyük ədəddən 6-dan çıxıram kök 29-u. Düzgün cavabımız 6 çıxılsın kök 29. A variantı. 7-ci sual. Kök 19 çıxılsın 10 ədədinin kəsr hissəsini tapın. Kök birinci gəlir. Kök 19 4 və 5 ədədləri arasında yerləşir. Kök birinci gəldiyinə görə belə yazırıq. Kök 19 minus 4 bu ədədin kəsr hissəsidir. Düzgün cavabımız B variantı. 8-ci sual. Kök 17 çıxılsın 9. Kök 17 baxıram 4 və 5-in arasındadır. Kök birinci gəlmişdir. Ona görə də kök 17-dən çıxıram 4'ü. Doğrudan da kök 17 4 tam nə qədərdir? Çıxanda 4 verir bizə 0 tam nə qədər? Yəni kəsr hissə alınır. Bu ədəd verilmiş ədədin kəsr hissəsidir. Düzgün cavabımız B variantı. 9-cu sual. A bərabərdir. M vurulsun 10 üstü mənfi 16. B bərabərdir 2,6 vurulsun 10 üstü 23.
Standart şəkildə verilmiş ədədlərdə m-in neçə natural qiymətində AB hasilinin tərtibi 8-ə bərabərdir. Yəni burada qiymətli hissə vurulsun 10 üstü 8 olmalıdır. A və B ədədlərini vursaq bir-birinə bərabərdir. M vurulsun 26, 2,6. 10 vurulsun 2,6 vurulsun 10 üstü. Mənfi 16-nın üstü 23 gələndə 23-dən 16 çıxırıq. Verir bizə 7. Amma bizdə tərtib 8 olmalıdır. 8 olması üçün M elə ədəd olmalı idi ki, M vurulsun 2,6 ədədi ondan böyük olmalıdır. 2 rəqəmli ədəd olmalıdır. 2 rəqəmli ədəd olması üçün M-in yerinə 4 yaza bilərik. Sonra 5 yaza bilərik. 6, 7, 8, 9-a kimi rəqəmlər yaza bilərik. Bildiyimiz kimi, bax, ədədin standart şəkli A vurulsun 10 üstü N-ə bərabərdir. Standart şəklində, bax, bu A qiymətli hissədir. Qiymətli hissə A 1-ə bərabər və onun arasında qiymətlər ala bilir. Ona görə də 4, 5, 6, 7, 8, 9 qiymətlərini onun yaza bilərik ki, 2 rəqəmli ədəd də çevrilsin. Həmin 2 rəqəmli ədəddən də standart şəklə gətirəndə bir vahid artsın. Onun qüvvəti bir vahid artsın. Deməli, M-in neçə natural qiymətində dedikdə sayırıq 6 natural qiymətində. Düzgün cavabımız B variantı. 10-cu sual. A bərabərdir kök 15 çıxılsın 2 kök 3 ədədinin kəsr hissəsi ilə bu ədədin əksi olan ədədin hasilini tapın. Kök 15 A ədədi kök 15 çıxılsın vuruğu daxilə salsaq kök 12 verir. Kök 15 verir bizə 3 tam nə qədər? Kök 12 də verir bizə 3 tam nə qədər? Çıxanda verir bizə 0 tam nə qədər? Bu ədədin əgər fərqi 0 tam nə qədər verirsə, bu ədədin kəsr hissəsi ilə özünə bərabərdir. Bu ədədin əksinə deyirsə, qarşısına mənfi atırıq. Kök 15 çıxılsın kök 12. Mənfi də təsir eləyir, ifadə çevrilir olur belə. Kök 12 çıxılsın kök 15. Deməli, bu ədədin kəsr hissəsi ilə, yəni özü ilə onun əksi kök 12 çıxılsın kök 15-in hasilini tapın. Deməli, bunları vursaq bir-birinə olur belə 12 kök 5 çıxılsın 27. Düzgün cavabımız A variantı. 11-ci sual. 2 kök 15 çıxılsın 3 kök 6 kəsr hissəsi ilə bu ədədin əksi olan ədədin hasilini tapın. Deməli, baxaq, vuruğu kökün daxilinə çalsaq, bu olur kök 60, bu da olur kök 54. Kök 60 verir bizə 7 tam nə qədər? Kök 54 də verir bizə 7 tam nə qədər? Çıxanda verir 0 tam nə qədər? Deməli, bu ədədin kəsr hissəsi ilə özünə bərabərdir. Bu ədədin kəsr hissəsi ilə bu ədədin əksi. Bu ədədin əksi qarşıya mənfi keçiririk. Kök 60 çıxılsın kök 54. Qarşıda mənfi var deyə bu ifadə bu şəklə düşür. Kök 54 çıxılsın kök 60. Yəni deyək ki, bu ədədin özü ilə özü, daha 2 kök 15 yazmıram da, kök 60 yazım. Kök 60 minus kök 54, bir də kök 54 çıxılsın kök 60. Çox ədli vurma qaydasını tətbiq edirik. 11-ci sual. Alırıq 36 kök 10 çıxılsın 114. Düzgün cavabımız C variantı. 12-ci sual. Standart şəkildə yazılmış n vurulsun 10 üstü m minus 1. Qiymətli hissəsi standart şəkildə yazılmış b bərabərdir n vurulsun 10 üstü n plus 1. Qiymətli hissəsindən 2 dəfə kiçikdir. N m-dən 2 dəfə kiçikdir. Deməli 2n bərabərdir m-ə. Əlimizdə alırıq bu xassəni. Daha sonra A ədədinin tərtibi m minus 1, B ədədinin tərtibindən 1,4 dəfə böyük olar.
B'nin tərtibindən. 1 onda 4 vurulsun n plus 1. Gətirək m'in yerinə 2n yazaq. Bu ifadədə 2n minus 1 bərabərdir 1 onda 4n plus 1 onda 4. Sol tərəfə keçirsək 0,6n bərabərdir 2,4. N də bərabərdir 4'ə. N 4'dür. M də bərabərdir 2 vur 4, 8. Məndən nə istəyir? Bizə deyir ki, 2m plus 3n ifadəsinin qiymətini tapın. 2 vurulsun m'in qiyməti 8, 3 vurulsun n'in qiyməti 4. Bərabərdir. 2 dəfə 8, 16, 3 dəfə 4, 12, toplam 28. Düzgün cavabımız 28. 13-cü sual. ABC bir-birindən fərqli ədədlər olarsa, standart şəkildə yazılmış A vurulsun 10 üstü B, C vurulsun 10 üstü A, B vurulsun 10 üstü C, 10 üstü ədədlərinin hasilinin ən böyük qiymətinin tərtibini tapın. Biz bilirik ki, burada standart şəkildə yazılmış A vurulsun 10 üstü N ifadəsində, bax bu A bir və ya birdən böyük və ya bərabərdir, bir də ondan kiçik olmalıdır. Qiymətli hissə. Biz də ən böyük qiymətini istəyirsə, bax A-nın, C-nin, B-nin böyük qiymətlərini yazmaq lazımdır. Deməli, A-ya yazıram 7, C-yə yazıram 8, B-yə də yazıram 9. Yazdım. İndi gətirək standart şəkli. Standart yazılışında qiymətli hissəni ala biləcəyik. Ədədlərin hasilini deyir. Gətirək qoyaq yerinə. 7 vurulsun 10 üstü B. 9. Vurulsun C-nin yerinə 8 vurulsun 10 üstü A-nın yerinə 7 vurulsun B. 9 vurulsun 10 üstü C-nin qiyməti 8 bərabərdir. 7 vur 8 vur 9 vurulsun 10 üstü. 9 plus 7 plus 8 bərabərdir. 504 vurulsun 10 üstü 24. 504 vurulsun 10 üstü 24'de standart şəklə getirsək, 504 vurulsun 10 üstü 26. Deməli, tərtibimiz 26. 14-cü sual. M-3n ifadəsinin ən kiçik qiymətində. Modulun ən kiçik qiyməti 0'dır. M çıxılsın 3n bərabərdir 0'a. M bərabərdir 3n'ə. Bu qaydanı yadda saxlayaq. İndi birinci ifadə deyir ki, A bərabərdir n vurulsun 10 üstü m, B bərabərdir n vurulsun 10 üstü n. Diqqət etmək lazımdır ki, m-lə n qiymətli hissədir. Qiymətli hissədə birdən böyük, ondan kiçik, birdən böyük bərabər, ondan da kiçik olmalıdır. Yəni, bax, deyək ki, burada m böyük bərabərdir 1, kiçikdir 10 olmalıdır. Bu şərti gözləməliyik. M də n də. İndi bu ədədlərin hasili. Bu ədədlərin hasilinin ən böyük hasilini standart şəkildə yazılır. Qiymətli hissəni ala biləcək ədədlərin cəmini istəyir. İndi biz nə edirik? M bərabərdir 3n. Gətirək qoyaq yerinə. A ədədində yazaq. M yerinə 3n yazdım. 3n vurulsun 10 üstü 3n. B'də n vurulsun 10 üstü n. İndi bunların hasilini tapsaq, olur 3n kvadratı vurulsun 10 üstü 4n. İndi mən n'in yerinə hansı qiymətləri yaza bilərəm? N'in yerinə 1 yazıram. N 1 olanda m də bərabərdir 3 olur. Bax, bu xassə əsası. M-in yerinə baxıram, bax bu ifadə 1 yaza bilərəm, bir də 3 yaza bilərəm. Uyğundur. N'in yerinə 2 yazıram. N'in yerinə 2 yazanda m'in qiyməti olur 6. N'in yerinə 3 yazsam, n'in yerinə 3 yazsam, m'in qiyməti olur 9. 3 yazsam 9 olur. Ancaq 4 yazsam 2 rəqəmlə də çevrilir. Halbuki məndə
M'də bir rəqəmli ədəd olmalıdır. Deməli, bura kimi kifayət edir. Səliqəyə salsam. İndi deyir ki, bizdən A vur B ədədi. Baxaq. A vur B. Bu ədədləri vuraq. N'in yerinə 1 yazsam. Olur 3 vurulsun 10 üstü 4. Bax, bu ifadədə yerinə yazıram. Bax, bu ifadədə. 10 üstü A vurulsun B bərabərdir 3 vurulsun 10 üstü 4. İkinci ifadə A vurulsun B bərabərdir. N'in yerinə 2 yazıram. 3 vurulsun 2'nin kvadratı vurulsun 10 üstü 8 eləyir. Bu da verir bizə 12 vurulsun 10 üstü 8. O da bərabərdir 1/2 standart şəkildə yazsaq vurulsun 10 üstü 9. Üçüncü qiymətdə yazaq. N'in yerinə 3 yazaq. 3 vurulsun 3'ün kvadratı vurulsun 10 vurulsun 4 vur 3 bərabərdir. Verir bizə 27 vurulsun 10 üstü 12. Bunu da standart şəkildə yazsaq 2/10 vurulsun 10 üstü 13. İndi deyir ki, qiymətli hissələrin cəmi bir qiymətli hissə 3'dür. Digər qiymətli hissə 1/2'dir. O birisi qiymətli hissə 2/7'dir. Deməli 3 plus 1/2 üstə gələk 2/7. Cəm də verir bizə 6/9. Düzgün cevabımız 6/9. 15. sual. Birinci sual kök 3 minus 2. Kök 3 verir bizə 1 tam nə qədər? Ondan da 2 çıxsaq verir bizə mənfi 0 tam nə qədər? Deməli bunun tam hissəsi mənfi 1'e bərabərdir. Birinciyə uyğun oldu B. İkinciyə baxaq. Kök 5 minus 2. Kök 5 2 ilə 3'ün arasında yerləşir. Kök birinci gəldiyinə görə kök 5 minus 2. Elə kəsr isə özünə bərabərdir. İkinciyə uyğun oldu A. Bir də C. A və C uyğun gəldi. Üçüncüyə baxaq. Dört minus kök 5. Kök 5 2 ile 3'ün arasındadır. Kök ikinci gəldiyinə görə bunun kəsir hissəsi 3 minus kök 5'e bərabər olacaqdır. Deməli 16. sual. Birinci sual kök 7 minus 3. Birinci. Kök 7 2 ilə 3'ün arasında yerləşir. Bu ifadənin kəsr hissəsini tapmaq üçün kök 7 minus 2'ye bərabərdir. Birinciyə uyğun oldu D. İkinciyə baxaq. Üç minus kök 10. Kök 10 3 ilə 4'ün arasında yerləşir. Kök ikinci gəldiyinə görə kəsr hissəsini tapmaq üçün 4 minus kök 10. Deməli ikinciyə Y variantı uyğun gəldi. Üçüncüyə baxsaq. Kök 10 çıxılsın 3. Kök 10 3 tam nə qədərdir? 3 çıxanda verir bizə 0 tam nə qədər? Deməli tam hissəsi 0'dır. Üçüncüyə A variantı uyğun gəldi. Kəsr hissəsinə baxaq. Kök 10 3 ilə 4'ün arasında yerləşir. Kök 10 çıxılsın 3'ə bərabərdir. Kəsr hissəsi də. Kəsr hissəsi verilmiş ədədin özünə bərabərdir. A, B.